Baku Aktual efirdədir, xoş gördük. Azərbaycanda dinlə bağlı durum nə yerdədir? Əslində bizi narahat edən məsələ ikidir və bu iki məsələnin də müzakirəsinə ehtiyac duyuruq. Bu məsələlərdən birincisi və ən vacibi odur ki, bugün din pərdəsi altında pərdələnib, özünü dini xadim kimi təqdim edən bəzi insanlar müxtəlif təbliğatlara, xüsusən də xarici ölkələrin təbliğat maşınlarına işləyən təbliğatları yayırlar və bu çox ciddi bir milli təhlükəsizlik məsələsidir. İkinci bir anlaşılmayan tendensiya, əslində anlaşılandır. Çünki qlobal cəmiyyət üçün, qloballaşan dünya üçün xarakterikdir və illah da bu liberal dəyərlərin təqdim olunması təkcə şüarlar və yaxud da iqtisadi münasibətlər sistemi ilə deyil, həm də inanclar sisteminə təsirdir. Bu mənada yad adətlərin, mən buna adət deməzdim, buna inanc da deməzdim. Çünki bu heç inanc da deyil. Yəni, bürclə fala baxmaqdan tutmuş, müxtəlif mərasimlər qeyd eləmək, ruh çağırmaq, daha nə bilim, Halloween nə qədər zaten zərərsiz, kənardan zərərsiz görünən bir oyunların əslində bizim beyinlərimizdə dəyişdirdiyi ciddi bir kodlar var. Artıq dinə münasibətdə də çox qəribədir ki, sosial media üzərindən çox ciddi hücum var. Bu hücumun əsas kökündə duran nədir? Tutaq ki, fəaliyyətində, işində hansı bir nöqsanı olan din xadiminin məhz bu mənfi cəhətini qabartmaqla insanları, yəni dinə olan inamını sarsıtmaq kimi meyillər var. Yəni, bunu kim eləyir, bunun arxasında kim durur? Bu suallarımız çoxdur və əlbəttə ki, mövhumatın hələ də 21-ci əsrdə olmamıza baxmayaraq öndə olması çox maraqlıdır və müzakirələr üçün kifayət qədər mövzudur. Qonaqlarımız Tural İrfan ilahiyyatçı, Elşad Miri dinşünas, Fazil Əhməd ilahiyyatçı, psixoloq. Xoş gördük. Təşəkkür ederim. Elşad Mirinin bu günlərdə müsahibəsi çıxdı və yenə də yerindən oynayacaq. Mən buna dəqiq əminəm. Çünki birinci sualım belədir və əsas sualım bundan ibarətdir ki, Elşad Miri söyləyir ki, dindən xəbəri olmayanları özünü ilahiyyatçı adlandırırlar və yaxud da ilahiyyatla bağlı verilişlər aparırlar. Dini təhsili olmayanın dini veriliş aparması özü bir təhlükədir. Bunu deyəcəksiniz, kimi nəzərdə tutursunuz və s. Amma əsas məsələ odur ki, siz özünüz ərəbcə bilməyə ərəb məsələlərinə toxunursunuz, Qurandan statlar gətirirsiniz. Bəs onda burada kimdir haqlı? Bu ittihamdır yoxsa iddiadır? Yox, bu dini komitənin sədr müavininin dediyi sizə istinadən ki, bəli, mən ərəbcə danışa bilmirəm, dili bilmirəm sözünə istinadən deyib ki, mən elə bilirdim ki, Elşad Miri bilir, amma bilirsiniz ya bilmirsiniz. Əlbəttə, bilmədən ilahiyyatçıların hər birindən bunu soruşa bilərsiniz ki, bizdə hamımız birinci kursdan etibarən ərəb dili dərsi öyrənirik. Bundan başqa da axırıncı kursa qədər də ərəb dilindən dərs fən veririk. İkinci bir məsələ, mən ilahiyyat fakültəsindən gəlməmişdən əvvəl də ilahiyyat kolleci oxumuşam. İlahiyyat kollecində də 4 il ərəb dili oxumuşam. Ondan sonra bakalavr, sonra magistratura, indi doktorantura. Bundan başqa bir də əvvəli var bunun mədrəsə. Bir də bizim Azərbaycanın ən böyük, tanınmış, Allah rəhmət eləsin, ərəb şunası Vasim Məmmədəliyevin müəllimi olan müəllimin adını Ələsgər Məmmədovun özündən şəxsən dərslər almışam. Yəni, bunu iddia edənlər absurddur. Çünki Gündüz müəllimin o dediyi məsələdə Gündüzün o verilişdən sonra, verilişdə çox pis vəziyyətə düşmüşdü. Həmin verilişlə bağlı sonra özünün iddialarını sosial şəbəkədə yazdı. Halbuki üzərimizdə, canlı yayında bunların heç birini demədi, desəydi də cavabını alacaqdı. Mən bu arayışı mütləq almalıydım. Çünki Elşad Mirini kifayət qədər də tanıyıram. Çox kifayət qədərdir. Təxminən 25 il var. Və 25 il ərzində elə bilirdim ki, ərəbcə bilir və sonra bunu mən oxuyanda mən də tərəddüd keçirdim. Amma yaxşı ki, bu aydınlıq gəldi. Əsas məsələyə keçək və mən istəyirəm Fazil bəy də buradadır və bizim Tural bəy də buradadır. Dini sahədə, dini təbliğatda problemlərimiz varmı? Məsələn, Elşad Miri hesab edir ki, dini təhsili olmayan insanların dini təbliğatla məşğul olması özü bir təhlükə mənbəyidir və burada bir məsələ də xüsusilə qabardılır. Bu da Seyid İnstitutu və yaxud da məktəbi. Fazil bəy, varmı Azərbaycanda ümumiyyətlə Seyid İnstitutu məktəbi doğrudan mı təhlükəlidir və yaxud da Elşad bəy biraz məsələni şişirdir? Mən hamınızı, həm izləyiciləri, həm sizi salamlayıram və qonaqları da salamlayıram. Təşəkkür edirəm dəvətə görə. Doğrusu, yəni Seyid İnstitutu deyilərkən nə nəzərdə tutulur, mən anlaya bilmədim. Çünki ilk dəfə eşitdiyim kəlmədir Seyid İnstitutu. Əgər bunu Elşad Miri bəy
iddiasını verirsə, mütləq izahını da versin. Yəni belə bir Yox, yox, institut o- harda yerləşir? O anlayışı mən dedim, yəni seyidlik məsələsini belə deyək. Hə, Əgər seyidlik institut sizi məsələsi, əndişələndirdisə, seyidlik məsələsi. Hə. Hə, yəni belə bir ümumiyyətlə bu təkcə Azərbaycana aid olan bir məsələ deyil. Əslində bu Azərbaycanın hətta fəxri olan bir məsələlərdən biridir. Fəxri o mənada ki, bizim Bakının girəcəyində İmam Peyğəmbərin nəvəsi İmam Kazım Əleyhisselamın doğma qızı Həkimə xanımın qəbri var. Yəni bu deməkdir ki, ərəblər öz dəyərlərinə, yəni İslami dəyərlərinə lazımincə dəyər vermədilər və Peyğəmbər nəslini sürgün elədilər. Və həmin Peyğəmbər nəslinin bir çox nümayəndələri həm Ərəbistanın başqa ölkələri, məsələn İraqdır, İrandır, Türkiyədir və Azərbaycan kimi ölkələrə yayıldı. Onların da böyük bir nəsli gəlib Azərbaycana düşdü və Azərbaycanda dəyər verib həmin seyidlərə və dövlət olaraq da buna dəyər verildi və Bakının girəcəyində həmin Həkimə xanımın, yəni İmam Kazım Əleyhisselamın bilavasitə doğma qızı Həkimə xanımın qəbri inşa olundu və bundan başqa da Azərbaycanın müxtəlif yerlərində seyidlər, məsələn Şamaxının girəcəyində olan bir seyid qəbri, ondan sonra başqa bir yerlərdə, məsələn Nardaranda olan seyid qəbirlərinin üzərində, yəni imamların, peyğəmbərin nəvələri olan insanların qəbirləri əbədiləşdirildi və bu bir növ deməli ziyarət ocaqlarına çevrildi. Bu əslində dövlətin də deməli seyidləri dəyərləndirilməsi, peyğəmbər nəslini dəyərləndirilməsi deməkdir və dinimizə bir hörmətdir, bir növ hörmətdir və həm də eyni zamanda bu Azərbaycan xalqının o peyğəmbər ailəsinə məhəbbət ənənəsinin göstəricisidir. Yəni dövlət əgər tam Həkimə xanım qəbrinin üstündə bir ziyarətgah tikirsə, bu şəxsi istəyi deyil. Bu görünür ki, xalqımızın özünün illərlə o peyğəmbər nəslinə olan hörməti, peyğəmbər ailəsinə olan hörmətinin göstəricisinin, yəni xalq olaraq göstəricisinin dövlət səviyyəsində nümunəsidir. Yəni Fazil müəllim, üzr istəyirəm, ziyarətgah bir təhlükəli yer deyil, bir pis şey deyil, dinə də zidd deyil, doğrudurmu? Bəli, tamamilə doğrudur. Amma burasının deməli mən elə istisnasını bildirməli idim ki, bəli, seyid adından istifadə edərək, tamam ki, hər hansı bir belə hallarla qarşılaşmışıq dəfələrlə və maarifləndirmə işləri də aparırıq. Tamam 4 dənə, 5 dənə daşı üst-üstə qoyub, onun üstündə bir yazı yazıb, bura seyid ocağıdır, bura deməli iyanələr gətirin və ya nəzir qoyun deyə deməli insanları aldadan bəzi dələduzlar da var və biz həmişə buna qarşı çıxırıq. Tarixi olmayan, yəni xüsusi kitablarda adı qeyd edilən, seyid sayılmayan, yəni bunun haqqında kitablar çap olunubdur. Dini komitə tərəfindən də təsdiq olunmuş kitablar var ki, məsələn hansı seyid doğrudan da seyid şəgərəsinə gedib çıxır. Bu yəni artıq ədəbiyyat var, mənbələr var və seyidliyi sübut edən bir mənbə hesab eləmək olar. Bəli, hətta mən məlumatsız idim. Turan seyidləri haqqında ayrıca bir kitab var. Azərbaycanda ümumiyyətlə gəlib düşən seyidlərin gedib hansı imama çıxması haqqında xüsusi kitablar var və o kitablarda bunlar qeyd olunub. Amma əslində bunu biz heç vaxt bu cür təqdim eləmirik ki, bu bir imtiyazdır ki, cənnətə düşsün insan, xeyr qətiyyən. Yəni bir seyid içki içən seyidlərlə rastlaşırıq, qumar oynayan seyidlərlə rastlaşırıq və s. Bu işdən görən mənfi obrazlı seyidlərlə rastlaşırıq bir sözlə, amma bu bizim üçün bir nümunə deyil. Sadəcə Peyğəmbər ailəsindən olduğu üçün onlara hörmət bəsləyirik, bu qədər. Yəni, bəs seyidin əlinin öpülməsi vacibdirmi? Ümumiyyətlə, möhtərəm bir şəxsin əlinin öpülməsi bu qədim vaxtlardan deyə qədər həm qərb cəmiyyətində, həm şərq cəmiyyətində bu mövcud olub. Yəni sadəcə indiki dövrdə hal-hazırda bir qədər bu seyid əli öpmək, ümumiyyətlə əli öpmək yaxşı hal kimi qələmə verilmir, görünmür. Və məsələn bir şəxs ki, onun duasının qəbul olması dəfələrlə sübut olunub. Tutalım ki, Mir Möhsüm ağa barədə hətta vəzifəli şəxslərin onlara deməli üst tutması. Mən hətta bu yaxınlarda gördüm, bəlkə də siz də qarşılaşmışsınız. Möhtərəm deməli Prezident Heydər Əliyevin Mir Möhsüm ağanın ziyarətgahında getməsi, oranı ziyarət eləməsi, Mir Möhsüm ağanı ziyarət eləməsi, o çətin dövrdə, vəzifədə olduğu bir dövrdə ziyarət eləməsi və bundan da müsbət nəticə alması haqqında onun özünün bir reportajı var, onun özünün bir danışığı var, söhbəti var bu barədə.
Deməli doğrudan da insanlarımız, istər vəzifəli şəxs olsun, istər adi insanlar seyid ocaqlarına üz tutub Allahdan onlara xatir, onların xatirinə, onların hörmətinə müəyyən şeylər istəmək ənənəsi bu elə qədimdən var və bundan müsbət deməli nəticə alanlar da var. İstər vəzifəli şəxslər, bayaq dediyim kimi, istər adi insanlar. Amma fırıldaqçılığı biz həmişə tənqid eləmişik. Ora gələcək, fırıldaqçılığa gələcək. Bu ayrı bir mövzudur, bu ayrı bir mövzudur. Amma deyirsiniz konkret ədəbiyyat var, sənət var, sübut var. Kimin seyid olduğu bəllidir. Onda onların cəddi məsələsi də var da, belə bir anlayış. Cədd məsələsində qısa bir məlumat verim. Bəzilər elə düşünür ki, cədd hardasa bir ruh deməkdir, qeyri-adi bir qüvvə deməkdir. Cədd ərəb dilində, ilahiyyatçılar da bilir, baba deməkdir. Yəni sənin cəddin var, o deməkdir ki, sənin bir kökün var, sənin baban. Yəni cədd tuta bilməz kimisə. Xeyr, elə bir şey yoxdur. Cədd bizim Azərbaycan dilində çox səhv anlaşılır. Elə bir başa düşürlər ki, cədd yəni bir ruh deməkdir, bir qeyri-adi bir qüvvə deməkdir. Hətta deyirlər də cəddim səni tutar. Belə bir deyim var. Yəni insanlarda da bir fobiya var buna qarşı. Halbuki yəni biz ilahiyyatçı olaraq dəfələrlə bunu bildirmişik müxtəlif görüşlərdə, seminarlarda, konfranslarda ki, bu cədd kəlməsini mənfi mənada başa düşməsinlər. Yəni başqa mənada başa düşməsinlər. O konfrans məhz seyidlərin cəddinə həsr olunmuşdu yoxsa? Yox. Konfranslarda bəzən sual bu sual meydana çıxır. Aydındır. Bəli. Aydındır. Çox sağ olun. Mən Elşad müəllimi dinləmək istəyirəm. Çünki bu məsələni iddiaçısı sizsiniz, amma Fazil müəllim çox maraqlı ayış verdi ki, bu hətta sənədləşib, elmi kitablarda da var. Sənədləşməyib, elmi kitab da deyil. Sadəcə kitab yazıla bilər ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, məsələn, babasıl duasına icazə verən kitab da çıxarıb. Yəni, bu günlərin bunu təsdiq eləməyimiz nə qədər doğrudur ki, bu doğrudur və yaxud da səhvdir. Yoxdur elə dua. Təbii ki, bu belə bir şeylər ola bilərmi? Ayıbdır, bunlar Qurana da zidd olan məsələlərdir. Hətta onu biraz daha iyrənc formaya da gətirib çıxarıbdılar. İnsanlar dua yazılar, filan yerə aparacaq, bu böyüyəcək, kiçiləcək kimi ifadələr var. Ondan başqa seyid özü nədir? Seyid bu günlərin, məsələn, heç İslam dinində olmayan, Quranda da istifadə olunanda, məsələn, bir də baxırıq ki, seyid kim üçün istənilir? Peyğəmbərin özü üçün istifadə olunan bir müraciət formasıdır. Bundan başqa, məsələn, Quran-ı-Kərimdə yenə başqa bir yerdə keçir. Orada bilirik ki, Yusif qissəsində olan bir hadisədir. Yusif də orada adı Quranda çəkilməyən Züleyxa adlı xanımın deyir ki, Potifar dediyimiz əri ilə bağlı işlədilən bir termindir. O da bir müraciət formasıdır. Yəni, seyidi bu günlərin dini islamlaşdırıb təqdim edən insanlar bunu gətirib İmam Hüseynin nəslindən gələnlər üçün işlədirlər. İmam Həsənin nəslindən gələnlərə seyid demirlər, onlara şərif deyirlər. Yəni, bu da Osmanlıların özündə yaşıl sarıqlar deyə bəzilərinin ortaya çıxmasına, vergidən imtiyazlı bir sinif olmalarına, hərbi xidmətə getməmələrinə gətirib çıxarmışdır ki, buna görə də müəyyən vəsaitlərlə elə şəcərələr çıxaranlar olmuşdu. Sonradan bununla bağlı araşdırmalar da aparılmışdı ki, buna sui-istifadə olunub hər bir zaman. Amma İslamda belə bir imtiyazlı sinif varmı? Heç bir zaman olmayıb. Peyğəmbər özü övladları ilə bağlı belə bir şey deyibmi? Xeyr, heç bir zamanda deməyib. Ondan başqa deyək ki, gələk, bəzən bunu istifadə edirlər ki, vəzifəli şəxslərin müəyyən yerlərə getməsi. Biz sekulyar dövlətik, dünyəvi dövlətik. Dünyəvi dövlətdə ölkə başçısı Pasxanada təbrik eləyə bilir, xristianlara da, katolikləri də təbrik eləyə bilir. Eyni zamanda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş qeyri-İslam təməllüllü dini icmalarıdır. Bunlar məsələyə teoloji baxımdan yanaşma deyil. Dövlətin hər kəsin həqiqətən dini baxışını qoruması ilə əlaqəli bir məsələdir. Tək onu deyil, məsələn, dini qəbul eləməyən ateistlərin də yanaşması ola bilər ki, bunu da elm adamı olaraq qəbul eləyər, simpozium keçirlər, müzakirə olunur. Yəni, dövlətin dini olmaz, dövlətin dini ədalətdir. Bu, başqa yanaşmadır. Digər tərəfdən seyid bəs niyə məsələn İmam Hüseyin nəslinə verildi? Çünki İmam Hüseynin xanımlarından biri həmin dövrdə ən güclü bir dövlət olmuş Sasanilər imperiyasının axırıncı hökmdarı 3-cü Yəzdügürdün qızı Şəhrubani ilə evlənməsi və həmin o övladından gələnlərə seyid adlandırılması ilə bağlı bir məsələdir. Biz deyirik ki, onlar ərəblər bunları qovdular, Azərbaycana gəldilər. Bəli. O zaman belə bir sual çıxır ki, o zaman onları qoruyanlar kimlər oldu? İranlılar mı oldu? Farslar mı oldu? Yoxsa bu günlərin özlərini müxtəlif məzhəbə mənsub adlandıranlar mı oldu? Yəni, ona görə mən deyirəm ki, biz bütün bunları hər bir şeyi kənara qoyub, Allah yanında yeganə üstünlüyün təqva, yəni Allaha qarşı məsuliyyətli olmaq olduğunu bildirən ayəni əsas almalıyıq. Və İslamın da yeganə mənbəyi digər hədislərdir, rəvayətlərdir, nağıllardır, kimlərin sözləri deyil, ancaq və ancaq Qurandır.
Qurana baxdığımız zaman da hardasa orada hansısa peyğəmbərin bir imtiyazlı sinifini görmürük. Eyni məsələni Yahudilikdə görə bilərik ki, bəzən onlar Kohen deyirlər. Bəli. Kohenlərin məsələn özlərini də müxtəlif deyək ki, Harunun nəslindən gəldiklərindən görə müxtəlif imtiyazlı bir sinif olaraq qəbul edirlər. Halbuki İslamda yenə dediyim kimi hər kəs fərdidir, hər kəs etdiklərinə görə cavabdehdir. Quran-ı Kərimdə ayədə bildirir: "Fəmən yəməl misqalə zarratin xeyran yara." Kim zərrə bir miqdar xeyir iş görübsə onun əvəzini alacaq, kim zərrə bir miqdar pis iş görübsə onun əvəzini görəcək. Və insan başqa bir ayədə də deyir ki, etdiyi əməlin girovudur. Biz əməllərimizə görə cavab verəcəyik. Yoxsa mən öz nəslimi seçmirəm. Mən millətimi seçmirəm, oranın xalqımı ziyarətgah seçmirəm. olması, insanlar... İslamda ziyarətgah da yoxdur. Peyğəmbərin özünün sağlığında 6 övladı vəfat elədi. Bəli. 3 xanımı vəfat elədi, yaxınları vəfat elədi. Onun vaxtında hər hansı bir ziyarətgah oldu mu? Yaxud Məhəmməd Peyğəmbər özündən vəfat eləmiş peyğəmbərlərin qəbirlərini axtarıb tapdımı ki, onları ziyarət eləsin? Yəni bunlar olmadığı halda biz bu günləri kimlərisə müqəddəsləşdirmək, bu sanki dində, dinin mahiyyətinin başa düşmədən şəxslər üzərindən, onların müqəddəsləşdirilməsi üzərindən qurulmuş bir yanlış mexanizmin ardınca gedirik. Sanki köynəyi yanlış düymələmişik və elə bilirik ki, digər düymələnmələrin hamısı doğrudur. Yəni biz baxmalıyıq, bizim mihenk daşımız Qurandır. Qurana uyğun gəlirmi, gəlmir? Qurana uyğun gəldiyi zaman bu doğru olmuş olur. Elşad bəyə retorik sual verim. İcazə versiniz, Elşad bəyə retorik sual verim. İcazəniz. Çünki əvvəla bunu deyim ki, Elşad bəy mən dəfələrlə debata çağırmışam, dinc bir debata, heç vaxt gəlmir. Politoloqlarla debata çıxır, amma ilahiyyatçılarla debata çıxmır, bilmirəm niyə. Yəni çəkinir ki, onun dediyi iddiaların cavabları veriləcək ona görəmi? Mən dəfələrlə Elşad bəyinin yaxınları mənə bildirlər. Ciddi almıram. Ondan birbaşa ciddi almır, ciddi almır. Yəni amma buradayıq bir yerdə deyə bilərsiniz. Amma gəldi, heç etiraz da eləmədi. Və sizin də olacağınızı bilə-bilə gəlmişsiniz. İstəyirəm bunu bildirim ki, yəni siyasətçilərlə dini mövzuda debata çıxmağı ciddiyə alır, amma ilahiyyatçı, təhsilli ilahiyyatçı ilə təkcə mənə demirəm. Dini Komitənin sədrinin müavini təhsilli ilahiyyatçı deyilmi? Milli Məclisin deputatı Ceyhun Məmmədov təhsilli ilahiyyatçı deyilmi? Siz onlardan özünüzü üstün və yaxud da aşağı mı görürsünüz? Yəni mənim çıxdıqlarımı indi bu günlərin burada müzakirə eləməliyik ki, yox, mən mütləq sizi də ciddi alıb sizlə də mi debata çıxmalıyım? Baxıram ki, siz hələm o bir həddə gəlib çatmalısınız ki, sizi qəbul eləyək ki, debat eləyək ya yox. Çünki sizin çıxışlara baxırıq ki, hələm siz bəzi məsələləri anlaya bilməmisiniz. Ona görə də deyirəm ki, ibtidai sənfi qutarandan sonra bu məsələlərdə əgər imkan yaranarsa, təbii ki, niyə də olmasın? Yəni əslində yəni təhsil almış bir ilahiyyatçını aşağılamaq sadəcə ki, yəni siz o həddə çatmamısınız. Yəni bu bir iddiadır sadəcə. İstəmirəm bunu davam elətdirim bu mübahisəni. Sadəcə sizin dediyiniz iddialara retorik suallar vermək istəyirəm. Baxın, bildirdiniz ki, İmam Həsən əleyhissalamın nəslindən olanlara seyid deyilmir. Buna hansı əsasımız var? Yəni bizim Həzrət Əli əleyhissalamdan da, istər Peyğəmbər olsun, istər Həzrət Əli əleyhissalam, istər İmam Həsən, istər İmam Hüseyn, istər digər imamların nəslindən olan istənilən şəxsi, əlbəttə kişi xilaqını seyid adlandırılır. Qadınlar da seyid adlanır, amma qadınlardan sonra gələn övladlar artıq seyid adlandırılmır. Yəni bu ictimaiyyət qarşısında bunu deyirəm ki, Elşad Mirinin bu dediyi böyük yanlışlıqdır. İmam Həsənin də nəslindən olanları biz seyid adlandırırıq. Qardaş, istəyirsiniz nə adlandırırsa adlandırın. Quranda varmı? Belə bir iddia varmı? Hansısa nəslin imtiyazı varmı? Hansısa peyğəmbərlərin, məsələn İbrahim peyğəmbərin nəslinin imtiyazı olubmu? İsmailin nəslinin imtiyazı olubmu? Musa'nın nəslinin imtiyazı olubmu? İsa peyğəmbərlə bağlı olubmu? Yəni bunları biz ümumi söz yığını olaraq deməkdənsə əsaslandırmalıyıq ki, Quran ayəsinin filan ayəsindən görə bəli filan kəsləri seyid adlandırmalıyıq, hörmət eləməliyik. Allah Quranda deyir ki, yeganə üstünlüyü ancaq və ancaq təqvadır. Təqva da Allahın buyruqlarını yerinə yetirməklə bağlı məsuliyyət bilincidir, şuurudur. Buna əsas almalıyıq, amma biz deyirik ki, filan kəsin nəslindən qardaş, bu keçmişi buraxağın biraz. Biz həqiqətən bu günlərim deməliyik ki, əlimizdəki Quran biz insanlara nə kimi müraciət eləyir, nə deyir və biz bu insanlardan insanlığın faydasına nə kimi istifadə eləyə bilərik. Ay filan kəs belə dedi, ay filan kəsin... Bu artıq keçmiş, arxaik bir anlayışdır. İnsanlar bu cür məsələlərə görə özlərini ateist, deist, agnostik adlandırırlar. Gəlin o məsələyə gələcəm. Elşad bəy, o Qurandan dəlil istəyirsiniz deyə Elçin bəy, mən dəlil deyim. Yəni ki, belə deyil ki, mənim çıxışlarım... Baxın, Quran-ı Kərimdə Peyğəmbər nəslini sevmək barədə ayə, deməli Şura surəsinin 23-cü ayəsi. Qullə əsəlukum əleyhə əcra. Ya Peyğəmbər, sənin bu neçə illik zəhmətlərinin müqabilində onlara denən, müsəlmanlara denən, sizdən heç nə istəmirəm. İllə məvəddətə fil qurbə. Təkcə Peyğəmbərin qohumlarını sevməkdən başqa, əqrabasını sevməkdən başqa. Bir daha deyə bilərsiniz həmin surəni?
Bu Şura surəsi 23-cü ayə. Quran-ı Kərimdən O dəlildir. Şura surəsi 42-ci surə. Açıram, baxın. Yox. Aha, 23-cü ayə. Bəli. Bu mən tam bitirdim. Buyurun, Sizə izah buyurun, verim. buyurun. Yəni siz dəlil istədiniz ona görə. Şura surəsi 23-cü ayə Allah buyurur ki: "Qul la əsəlukum ya peyğəmbər, bu 23 illik əziyyətinin müqabilində onlardan heç nə istəmirəm. Təkcə sənin peyğəmbərin əqrəbasına sevgidən başqa, açıq-aşkar məhəbbətdən istəyir. Bu bir. Kimisi deyilir ki, qəbrin üstünü bəzəmək deyə və ya qəbr məsələn biz Bir dəqiqə. Mövzunu dəyişirik. Fazıl müəllim, bircə dəqiqə. Bəli, ərəbcəsini oxuyuram orada. Deyir ki, qul, deyir ki, la əsəlukum aleyhi əcran illə məvəddətə fil qurba. Qurba sözü ərəb dilində, bu gün Azərbaycan dilində də işlədirik, məsələn, qurba. Qurba yaxınlıq deməkdir. Allaha yaxınlıqla bağlıdır, yoxsa qohum-əqraba deyil. Bu verilən səhv tərcümələrin nəticəsidir. Ona görə götürüb, xeyr mənim deyil, bu ərəb dilini biləndə qurba sözü, qurba... Bilirsiniz, ərəb dilini bilirsiniz, amma mükəmməl bilmirsiniz. Bax, fil qurba sözünün mənası, fil kəlməsi orada işləndir. Bəli, fil hərfi cərdir, hərfi cərdən sonra da gələn hər hansısa bir kəlməni kəsrə eləyir, düzdürmü? Bilmirsiniz deyirsiniz, yəni bu iddiaları gəlin özünüzə saxlayın, da olarmı? Baxın, əgər bu canlını izləyən ərəb dili bilənlər varsa, çox gözəl bilirlər. Tural müəllim buradadır. Gəlin icazə verək, Tural müəllimə indi söz verim, o qəbir məsələsinə də qayıdacaq. İkinci dəlildə deyim, buyurun. Bəli, buyurun, ikinci dəlildə deyin. O ki, deməli, ziyarətgahların Quranda olmaması. Əvvəla, Elçin bəy, bunu sizə deyirəm, Elşad bəy bütün çıxışlarında, son illərin çıxışlarında yalnız Quranı bir yeganə mənbə kimi göstərir. Halbuki, Quran-ı Kərim yeganə mənbə olsaydı İslam üçün, onda Quran-ı Kərimdə olan bir çox detallar belə deyim də izahsız qalardı. Məsələn, haram aylarda bu işləri görün və ya haram aylarda bu işləri görün. O haram ayların haqqında Quran-ı Kərimdə heç bir məlumat yoxdur. Baxın, diqqət edirsiniz. Quran-ı Kərimdə bəzi məlumatlar verilib ki, onun izahı Quranda verilməyib. Başqa bir kitaba ehtiyac var. Hansı kitaba deyə bilərsiniz, hansı kitaba ehtiyac var? Deyərəm. Buyurun, deyin. Bizim yeganə mənbə olan Quran, yeganə mənbə Quran deyil, hədislər də mənbədir. Deməli ki, Allah kifayət eləməyib o sözü getirməkdə, ona görə hədislərə mi ehtiyac yaranır? Yox, kifayət eləyib, başqa bir yerdə ayət... Yox, kifayət eləyibsə dediyinizə zidd gedirsiniz. Kifayət eləməyibsə o zaman Allahın sözünə inkar eləmiş olursunuz. Yox, inkar eləmirəm. Bax, başqa bir ayədə Allah deyir ki, bilmədiklərinizi zikr əhlindən soruşun. Zikr əhli kimdir bə? Səl əhlə zikrə deyir ərəbcəsində də. Onu ayrıca tartışarıq. Amma Quran-ı Kərim bildirir ki, zikr əhlindən soruşmaq olar. Və ziyarətgahlar barədə çox uzatmıram, başqa qonaq da var burada. Ziyarətgahlar barədə Quranda ayə var, yoxdur, bəli. Deməli, Kəhf surəsinin 21-ci ayəsində, Elçi müəllim, siz bilirsizlər, deməli, İslamdan neçə il qabaq, 300 il mağarada 7 nəfər yatdı. Əshab-ı Kəhf məsələsi. Bizim Əshab-ı Kəhf mağarası da, yəni Naxçıvanda da ziyarət olunur. Baxın, həmən hadisədə Quran-ı Kərimin ayəsidir. Kəhf surəsi 21-ci ayə. Buyurulur ki, onlar dünyasını dəyişən kimi, baxın Quran ayəsidir, onlar dünyasını dəyişən kimi, onları ziyarət edənlər qərarı aldılar ki, onların üstündə məscid tikilsin. Açıq-aydın ayədir, açıq tərcümədən də oxumaq olar. Niyə görə onların bu qərarını Allah orada qınamadı? Onlar qərarı aldılar ki, gəlin onların qəbrinin üstündə məscid tikək, məscid inşa edək. Məscid başqa. Mən indi o detalları bilmirəm, amma hər halda məscid tikmək hardasa özü yaxşı işdir ki, məscid nədir? İnsanların gəlib... Onların qəbrinin üstündə ziyarətgah olaraq... Fərqi yoxdur. Ziyarətgah başqadır, məscid başqadır. Yəni, ziyarətgah mı deyilib tikilsin, yoxsa məscidmi? Yox, orada binayən məscid kəlməsi. Məscid ziyarətgah deyil. Məscid hamımızın getməli olduğumuz və yaxud da ürəkdən istədiyimiz, getdiyimiz bir yerdir. Ziyarətgahla məncə məscidi ayıraq. Olarmı bir dənə o biraz əvvəl deyilən ayəni? Yəni məscidlə ziyarətgah ayrı şeydir. Super, gözəl. Elçin bəy, orada biraz əvvəl deyildi, məsələn ki, 42-ci surənin ki, məsələn deyəndə Şura surəsinin 23-cü ayəsində ki, qohum-əqrabadır, mən dedim, yox. Məsələn, bu sahənin ömür boyu 30 cildlik təfsirini yazan, 23 cildlik, ərəb dilini mükəmməl bilən, professor, doktor Bayraktar Bayraklı'nın tərcüməsini oxuyum icazənizə. Deyir orada, de ki, mən buna qarşılıq sizdən bir əvəz istəmirəm, ancaq Allaha yaxınlaşdıran sevgini istəyirəm. Burada qohum-əqrabadan danışırmı? Məsələn, deyirik ki, mən səhv tərcümə elədim. Buyurun, bir dənə də tərcümə sizə əlavə. Hələ bunu artıra bilərəm, bir 10 dənə də belə tərcümə verə bilərəm. Muhammed Əsədi verə bilərəm, başqa professor Mehmet Oxuyanı verə bilərəm. Yəni, deyəndə bir şey... Siz kimin tərcümələrini verə bilərsiniz, məsələn? Bəli. Məsələn, bizim Azərbaycanlı həm müfəssirdir, təkcə tərcüməçi deyil, müfəssir.
Ayətullah Təbatəbai. Təriqət məsələsinə toxunmayaq. Təriqətə girdi də, Təbatəbai təriqət. Bilmirəm, mən İranın Ayətullahdısa İrandandır da. Hə, gəlin təriqət məsələsinə toxunmayaq. Bu, yəni din daha ucadadır. Deyil. Necə deyil, məzhəbdir də. Hər hansı bir təriqət nümayəndəsidir. Xeyr, bu təriqət nümayəndəsi deyil. Görürsünüz, bilmədən danışırsınız və böhtan atırsınız. Adam heç bir təriqət nümayəndəsi deyil, Quran-ı Kərimin 22-ci surənin 78-ci ayəsindən görə özünü müsəlman adlandıran bir professordur. Təfsir professorudur. Təriqətin davamçısıdır. Xeyr, o bir namaz qılırsa hər hansı təriqət. Fazıl müəllim, gəlin, xahiş edirəm, dönə-dönə xahiş edirəm. Bu təriqət məsələsi bizi, hamımızı zəiflədən və bizi düşmən də qarşısında, yəni mən təkcə düşmən vacib deyil, silahlı olsun, söz düşmənləri qarşısında da bizi aciz edən məsələdir. Ona görə bundan uzaq duraq. Tural müəllim, burada çox məsələ. Yox, demirəm çəkdiniz. Ümumiyyətlə, Elşad müəllimə də çağırış edirəm ki, bundan uzaq duraq. Gəlin, burada çox ciddi məsələlər var. Ərəb dilini bilən soruşuldu, çünki iki dənə fərqli fikir. Siz də bilirsiniz də ərəbcə? Normal. Normal nə deməkdir? Ərəb dili bilirsiniz. Bununla bağlı mən bir fikir deyim. Buyurun, əlbəttə. Ərəb dili, bilirsinizmi, dünyanın ən zəngin dillərindən, ön sırada gedən dillərdən biridir. Ələl xüsusda bir klassik bir mənbənin tərcüməsindən söhbət gedir. Aydındır. Bu, ərəbşünas olmaq demək, Quranın müfəssiri olmaq, tərcümə eləmək demək deyil. Aydındır. Bu nəinki Elşad müəllim, yaxud mən, bizim heç müəllimlərimizin müəllimləri də o ərəb dilinin o xüsusi incəliklərinə o dərinlik qədər vaqif ola bilməyiblər. Ərəb dilçiləri olub, bizdə Ələsgər Məmmədovu dediniz, Vasim Məhəmməd Əliyevin özü də hətta etiraf eləyirdi, tərcümələrinin hamısında yeni nəşrlərdə yeni fikirlər əlavə edir. Aydındır, sözsüz, mən o mənada soruşmadım. Amma bax, burada ciddi məsələdir. Məsələ ondan ibarətdir ki, Quranın yüzlərlə, minlərlə təfsirləri yazılıb dinliyə kimi. Ərəb dilini hətta ərəblərin özləri də dili mükəmməl bilmirlər. Yəni, o orta əsrlərdə istifadə olunan klassik ərəb dilinin incəliklərini biləsən ki, bir əşyanın 21 adı var. Onu sən biləsən ki, Quranda hansı işlənibdir. Yəni, bu biraz asan məsələ deyil. Bunun üzərində qurmayaq məsələni ki, kim dili hansısa bir ölçü vahidi götürək ki, hansı dərəcədə bilir, hansı dərəcədə bilmir, bu başqa məsələ. Çünki Fazıl müəllim dedi ki, Elşad Mirə dili bilmir. Yox, mən o fikrə qatılmıram. Yəni, hərə öz səviyyəsinə görə, öz bildiyini meyara görə bu dili bilir və öz, necə deyirlər, o formada da şərhini verir. İkinci bir tərəfdə, burada müəyyən müxtəlif ciddiyyətli fikirlər səsləndirildi. Mən bilmirəm, hansından başlayayım bu məsələ. Hansından ürəyini istəyir? Bu seyidlik məsələsi filan, bu qat-qarışıq oldu hamısı. Hər şeydən öncə deyim ki, bu kimi mövzulara biz bax bu cür canlı yayımlarda və yaxud müxtəlif yerlərdə mövzu açıb danışırıqsa, mən elə bilirəm ki, Elşad müəllimin mövqeyi də o cürdür. Hansısa məzhəbin gözü ilə yox, hansısa subyektiv nəzərdən yox, ümumi İslam prizmasından obyektiv nəzərdən baxmalıyıq. Hətta xalqımızın ənənələrini və müxtəlif əqidələrin olmasını da nəzərə alaraq bu şeylərə biz diqqət yetirməliyik. Yəni, subyektiv hərənin özünün bir etiqadı inancı ola bilər. Amma da elə haqq mənimkidir, məndən başqa hamısı batildir, bu formada olmaz. O ki, qaldı bu seyidlik məsələsi, birinci reallıq ondan ibarətdir ki, bizim xalqımız bu ənənəni formalaşdırıbdır. Bu Səfəvilər dövründən sonra əsasən formalaşıbdır. Seyidlik institutu deyək, seyidlik ənənəsimi deyək, inanc və bu da bir qədər xurafatlar, mövhumatların qatışması nəticəsində sanki din bundan ibarətmiş kimi dinin özüllərinə, sütunlarına, əsaslarına daxil olubdur. Bir çox bizim avam insanlarımız bəlkə də seyidləri Allahdan üstün hesab edir. Yəni, elə inancda olan adamlar var. Yəni, əstağfurullah, Allahın ünvanına bir söz deyəsən xətrinə dəyməz, amma hansısa seyidə bir xoş söz, naxoş deyəsən adamı bəlkə də neyniyər. Yəni, bu şeyləri gəlin biz aydınlaşdıraq, görək bu nədir? Bunun mənbəyi bizim İslam dinimizdimi? Yoxsa bu kim bunu bu hala salıbdır? Söhbət dindən gedirsə, Qurandan gedirsə, İslam dininin birmənalı ilk mənbəyi Quran-ı Kərimdir. Quran-ı Kərimdə, Quranın özündə Allah deyir ki, hələ bir onu bunu qoyaq qırağa, hədisi, onun təfsirini, bunun tərcüməsini qoyaq qırağa. Ümumi hamının qəbul etdiyi bir meyyar var ki, Quranda Allah buyurur ki, mən Quranı və mizanı indirdim sizə. Mizan nədir? Bizim dildə də işlənir. Bəli. Meyyar, ölçü, tərəzi, məntiq, ağıl. Deyir, fikirləşmirsinizmi? Dəviyə baxmırsınız nətər yaradılıb, dağa baxmırsınızmı necə kəldilib? Yəni, bir ağlınızı işlədin. Da düşün, hamıya kitab gəlməyib ki, Çinə kitab nazir olmayıb ki. Təbii ki. Düşünün, indi burada nədir? Söhbət mövzu seyidlərdən gedirsə, Bəqərə surəsinin sonuncu ayələrində bir yer var. Deyir ki, lə nüfərriqu beynə əhədi min rusuli. Biz, Allah Taala buyurur, rəsullar arasında, peyğəmbərlər arasında heç bir fərq qoymadıq. Yəni, İslam dininin bir özəlliyi də ondan ibarətdir ki, insanlar arasında bərabərliyi
tərənnüm eləyir. Və bu bərabərliyi də birinci kim göstərməlidir? O gələn peyğəmbərlər. Da peyğəmbər öz qohum əqrabasını üstün tutub mənəmlik eləyəcəksə, bunu bir xüsusi seçilmiş bir tayfa kimi gündəmə gətirəcəksə, bu hansı bərabərliyi cəmaatda tərənnüm eləyə bilər ki, ay cəmaat, siz qohumbazlıq eləməyin, yerlibazlıq eləməyin, məsələn, bu cür gelin. Bu bir tərəf. İkincisi də Allahın sözünü mən deyirəm, bu da öz fikrim deyil bu. Lā nufarriqu beynə əhədin min rusuli. Biz peyğəmbərlər arasında heç bir fərq qoymadıq. Demək, nə qədər peyğəmbər tanıyırıq? Adəm, Nuh, Lut və s. İbrahim, Musa, İshak, onda bunların da soyu Seyiddirsə də, indiki bu ənənəvi təbirlə deyək, onda nə bilim mən, bütün bəşəriyyət bizim inancımıza görə Adəmdən törüyüb. Yəni, hamımızın cəddimiz Adəmdir. Bizim cəddimiz, erməninin də, gürcünün də, yaponun da, zəncinin, bütün də hamının kökü cəddi bir yerə gelib çıxır. Onda hamı Seyiddirmi? Fazil müəllim. Yox, hamı Seyiddirmi? Qoy, fikrimi tamamı xahiş edirəm. Deyirəm, yəni buradadırmı, eşidirmi? Bəli. Yəni, məsələ ondan ibarətdir ki, bax, bu bir tərəfi. Amma o ki, qaldı, yoldaşın dediyi Əhl-i-Beytin sevilməsi məsələsi, onu bununla qarşıdırmaq lazım deyil. Elə qələmə verilmiş kimi çıxdı ki, sanki biz və yaxud da ki, İrşad müəllim və yaxud da kimlərsə ümumiyyətlə pirlərin ləğv olunmasını istəyir və yaxud da Peyğəmbərin ailəsinə sevgi, məhəbbətin qarşısını almağa biz can atırıq. Və bu daşqaya düzəltməklə də, bunları ilahiləşdirməklə də bir qism insan da bunları müdafiə eləmək istəyir. Xeyr, bu tamam yanlışdır. Əksinə, o cür şeylərlə dini hörmətdən salıblar, necə deyərlər, bidətləşdiriblər, ilahiləşdiriblər o müəyyən insanları gətirib və bu düzgün bir yerə gəlib çıxmayıb. Bugün bilirsinizmi, Quranın dediklərindən tamamilə insanlar ayrı düşübdür. Təsəvvür eləyin ki, din nə deyir, dinin əsasları nədən ibarətdir? Seyidlik, harab, bu da var, demirəm, bunu da izah eləyəcəyik. Amma bu 140-150-ci məsələdir. Əsas bir dinin əsasları var, kökü var, Quranın əqidəsi var, bunun bir kəlam elmi var, bu necə deyirlər, fiqhi var, bunun başqa tərəfləri var. Biz bunları qoymuşuq bir qırağa, gedib 140-155-ci məsələdən danışırıq ki, haradasa Peyğəmbərin soyundan bir nəfər vəfat edib. Onun məzarının üstündə biz nə eləməliyik, ya nə eləməli deyilik. Hörmət olunmalıdır, şübhəsiz ki, bunların indi sənədləri var, yoxdur, bunlar dəqiq burada dəfn olunub, bilinmir, bu başqa məsələdir, bu tədqiqat işidir. Amma hər halda xalqımızın inancı, indi elə yerlər var, gedib bir ağaca qara da bağlayırlar. Ona təbii ki, biz deyirik ki, bu xurafatdır, düzgün deyil. Amma adam asmaq lazım deyil ki, biz bunu tənqid edirik, düzdür. Krishna dininə görə inək müqəddəs hesab olunur və insanın 7 anasından biridir. İndi durub biz başqalaq eləməliyik ki, bunlar inəyi insanın... Yox, məsələn, indi bəs niyə onda seyidlərlə bağlı da biz İslam dininin mövqeyini deyirik ki, bu olmaz, bu düzgün deyil. Fazil müəllim bunu bilmir. Fazil müəllim məzhəb yönündən yanaşır dinə. Deyir, əl öpmək də yaxşıdır, amma Elşad Mirzə deyir, öpməyin əlləri. Elçin müəllim, üzr istəyirəm, İslamda 855-dən çox təriqət və məzhəb var, mən bunların bir 10 ilə yaxında araşdırmasını aparmış adamam. Yəni, onların hərəsinə görə bir adam ora çıxarsaq, hərəsi öz bildiyini danışacaq. Biri deyəcək, bu tanrıdır, biri deyəcək, ona sitayiş eləmək lazım, biri bu qarşılayacaq bir-birinə. Amma biz, mən elə düşünürəm ki, burada obyektiv şəkildə bu məzhəblərin hamısının baxışlarını da nəzərə alırıq və Quranı da əsas meyar tuturuq. Və baxırıq, nəzər edirik ki, yaxşı, mən Quranın Allahın ayəsini dedim. Lā nufarriqu beynə əhədin min rusuli. 124 min peyğəmbər var. Bunun soyu nəsl hamısı müqəddəsdir. Hərəsinə bir gün doğum günü, vəfat günü versək, ilin 365 günü çəkməyəcək. Və bunu nətər eləyək ki, bunlara mövlud keçirək biz? Və bu iddiada olanlardan biri, məsələn, üzr istəyirəm, Tural, sözünü kəsdim. Məsələn, İbn Nablusi var idi. Fatimilər tərəfindən 974-cü ildə dərisi soyularaq diri-diri, məsələn, qətlə yetirilir. Ki, nə var, bizə zid fikirdə olur. Fazil müəllim. Mən Tural müəllimə təşəkkür edirəm çıxışına görə, bu sualı vermək istəyirəm. Onun dediyi bu ayə, baxın, həm sual verəcəm Tural müəllimə, həm izah verəcəm. Tural müəllim qeyd edir həmən ayəni ki, biz onların arasında heç bir fərq qoymadıq. Əvvəla, bu ayə nəyə aiddir, məhz nə üçün nazil olub, bunu izah eləsin. İzah eləməsə mən izah elərim və yox, insan bilməyə bilər. Və eyni halda, bu ayəni də bilmək lazım. Quranın bir ayəsini tutub başqa ayəsini boşlamaq düzgün olmaz. Baxın, sitatla deyirəm. Bəqərə surəsi 253-cü ayə. Tilkə rusulu fəddəlnə bə'duhum ələ bə'dihim. Bu peyğəmbərləri biz bəzilərini digərlərindən üstün etdik. Baxın, Bəqərə surəsi 253-cü ayədə buyurur ki, biz bəzi peyğəmbərləri digərlərindən üstün etdik. Mən izahını verim, sonra İranları başa bildirərlər. Elədir, elə deyil. Tərcümənə yanlış verirlər. Bu fikrimi deyim, düz istəyirəm, məzhəb yönündən yanaşmanın nəticəsi. Yox, bircə dəqiqə, deyir axı elə yazılır. O, onun əqidəsinin cərəyanı. Yox, yanlışdır, tamamilə. Sən nə yazılıb orada? Oxudu ərəbcə. Əvvəla qeyd edirəm, bu kimi mövzular çox geniş əhatəli zaman istəyən bir mövzular. Bu 1400 ildir böyük üləmalar bir qənaətə gələ bilmir. Ona görə mən debatları
müəyyən məsələdə tərəfdarı deyiləm. Niyə? Çünki bunu bəzən meyxana dəyişməsi kimi, indi deyir ki, yoldaş, mən kim çağırdım, gəlmədi, filan eləmədi. Bu ənənəvi orta əsr o cədəlləri kimi, nə bilim mən mücadilə oturmuşlar, bir-birini qırmışlar axırda da. Bu şeylər lazım deyil. Ortaya bir əməli bir şey qoymaq lazımdır. Oturdun tutaq kimi mübahisələr elədin, Elşad müəllimdə bir əhvalının yaxşı olmayan vaxtına düşdü, sən ona qalib gəldin. O demək ki, bir 100 min adam inanmalıdır ki, sən onu məğlub elədin, sən dediyin düzgündür. Yəni bu söz Amma indi stat gətirdi Yox, axı. stat gətirmək. İndi mən də stat gətirim, o da gətirir. Sabaha kimi oturaq stat gətirim mən sizə. O konkret statla bağlı. Xeyr, fəddərtukum sözünə məsələn elə verirlər, o sözü gətirirlər. Kişilərin qadınlardan üstün olduğunu da verirlər. Nisa surəsində 34-cü ayəsində. Elə deyil. Xeyr, təbii ki. Hər bir şey eyni tərcümə. Baxın, ayrıca bir dənə sözün ərəb dilində 21 mənası var. Azərbaycan dilinin izahlı lüğətini açın baxın. Vurmaq sözünün 30 mənası var. Tamam. Bir-birindən fərqli yaradılmasından bəhs olunur. Məsələn, İsa başqa bir şeydə üstünlüyü var, Musa'nın başqa bir şeydə üstünlüyü var, Nuhun başqa bir yerdə üstünlüyü var. Yəni bu insanları biz eyniləşdirmirik. La nufarriqu beynə əhədim. Yəni biz onlar arasında heç bir fərq qoymuruq. Musa da bizim peyğəmbərimizdir. İsa da bizim peyğəmbərimizdir. Məhəmməd də peyğəmbərimizdir. Amma birini bir-birindən başqa bir şey deyəcəm. Mən istəmirəm mövzu bu yöndə getsin. Təbii ki, biraz yönəldi başqa. Niyə? İndi əl öpmək məsələsi də var və digər məsələlər də var. Hələ ona da toxunacağıq, amma biz elementar deyəndə əslində o qədər də miqyası böyük olmayan məsələlər ətrafında mübahisə etdiyimiz bir vaxtda dini təbliğat pərdəsi altında başqa şeylər təbliğ olunur. Yad elementlər Azərbaycan xalqına, dinimizə, öz kökümüzə, ümumiyyətlə aidiyyatı olmayan ulduz falından tutmuş, nə bilim, indi daha belə mərasimlər çıxıb, icadlarını mən yadda saxlaya bilmirəm. Pul gətirmək mərasimi, kağıza yazıb daşın altına qoyma mərasimi və s. Bu dəqiqə sosial mediada bu parladığı bir vaxtda və insanların onun ardınca getdiyi bir vaxtda hörmətli ilahiyyatçılar və dinşünaslar. Niyə elə dedim? Çünki Elşad Miri deyil, ilahiyyatçı deməyin. Onun da səbəbini soruşacağım. Yəni doğrudanmı bizim belə bir qarşımızda problem ola, ciddi problem ola, biz oturub bunları mı müzakirə etməliyik? Xeyr, mən müzakirə eləmirəm. Niyə eləmirəm Elçin bəy? Üzr istəyirəm Tural. Nəyə görə? Baxın, artıq bu məsələləri mən açdığımı düşünürəm və buna görə də heç kimdən mübahisə eləmirəm, çünki mənim məqsədim bu deyil. Mən məsələlərə daha akademik Ulduz falına inanırsınız? Xeyr, təbii ki. Niyə? Niyə inanmalıyım ki, mən eyni bir ekiz doğulanların belə fərqli xüsusiyyətləri ola-ola, filan bürcə görə doğulanlar belə olur. Nə bilim, onun yüksələnəni budur. Nə yazılıb orada? Xeyr, heç bir zaman. Siz baxırsınız. Rastıma çıxanda var. Nə oxuyursunuz orada və Vallahi nə bilim, bu belə olacaq, o elə. düz gəlir. Bilirsiniz, onlar nisbi olan məsələlərdir, hamının həyatında baş verə biləcək şeylərdir. Amma maraqlıdır da sizə. Nisbidir. Xeyr, maraqlı deyil mənə. Və niyə onda rastınıza gəlir? Qəzetdə, saytda açanda görürəm bir qoroskop. Bəs niyə oxuyursunuz? Mən ümumiyyətlə məlumatlı olmaq üçün. Yox, aydın da, amma məsələn, mən orada mənə aid olmayan mən görürəm o cəfəngiyatı onlar necə icad edirdi, onu bir yolunu bilim də. Fazil müəllim, siz necə bürclərə baxırsınızmı, oxuyursunuzmu? Elçin müəllim, biraz elə bir gedişatdan narazı qaldım ki, yəni fikrimi tam ifadə edə bilmədim. Sualınıza da cavab verərəm. İcazə versəydiniz fikrimi tam ifadə edeyim. Amma çox qısa xahiş edirəm, çünki bu mövzuda. Bir dəqiqə, baxın. Əvvəla mən nə üçün Elşad bəyin tərcüməsinə, nəyə əsasən Elşad bəyin Quran tərcüməsinə inanmalıyam və cəmiyyətimiz nə üçün məhz Elşad bəyin Quran tərcüməsinə inanmalıdır? Məsələn, mən çox təklif edərdim. Təbəttəbəyə niyə inanırsınızsa ona görə ola bilərmi? Yox, gözləyin, siz izah verərsiniz. Məsələn, mən təklif eləyərdim ki, verilişdən qalıb bilsəydim belə olacaq. Elçin müəllimdən xahiş eləyərdim ki, həm Vasif Məmmədəliyevin, həm digər alimlərin tərcümələrini də ortaya qoyardılar ki, bilinərdi ki, alternativ var. Onlar mən deyənləri yazıb. Bayaq qohumluq barədə də onlar mən deyənləri yazıblar. Açıb oxuya bilərsiniz və bu ayə barədə də mən deyəni yazıb. Mən onların da kitablarından oxumuşam bu ayəni. Və istəyirəm qısa, bax bir dəqiqənin içində izah verim. Tural bəyin dediyi məsələ ki, biz onlar arasında fərq qoymuruq. Bu niyə nazil oldu Elçin müəllim? Sizə bildirmək istəyirəm. Baxın, bu qrup insanlar, talım Yəhudilər ancaq Musa peyğəmbəri qəbul elədilər, İsa'nı qəbul eləmədilər, Məhəmməd əleyhissalamı qəbul eləmədilər. Ondan sonra İsa peyğəmbərdən sonra gələnlər də təkcə İsa'nı qəbul elədilər, Məhəmməd əleyhissalamı qəbul eləmədilər və tarix burada belə olub. O ayə ona görə nazil oldu ki, ayə ilə Allah bildirir insanlara ki, biz müsəlmanlar üçün bunların fərqi yoxdur. Hamısı peyğəmbərdir. Baxın, hamısının peyğəmbər olması barədə də həmən ayə ki, biz onlara fərq qoymuruq. Onda sual, Fazil müəllim, Tural müəllim bu sualda verdi ki, onda bütün peyğəmbərlərin nəslinə də seyid deyilməlidir və eyni qaydada ehtiram göstərilməlidir və ziyarətgah tikilməlidir, elədirmi? Baxın, bütün peyğəmbərlərin nəslinə deyəndə ki, peyğəmbərlərin nəslində mühtərəm. Baxın, deyirəm sizə, Quran-ı Kərim bizə deyir ki, Davud Süleyman peyğəmbərin vərəsəsidir.
ata oğuldur. Onda niyə görə atadan oğula Vərəsə peyğəmbərlik başqa keçir? şeydir. Niyə görə Allah həm Davuda peyğəmbərliyi verir? Fazil həm mənim də sual Süleymanın başqa uşaqlarına idi. gələk. Fazil mənim sual başqa idi. Çox üzr istəyirəm. Yəni onların da nəslinə Seyid deyilməlidir yoxsa yox? Konkret ya hə ya yox? Yəni onlar bizim dövrümüzdə, bizim peyğəmbər dövründə yaşamadıqları üçün biz onlara Niyə Seyid Harunun deyirik. nəslindən Onlara- gələn kohenlər var da. Sizin xəbəriniz yoxdur sadəcə. Onlar bir ayəni oxuyum icazənizlə. Buyurun. Baxın, Vasif Məmmədəliyevdən deyir, Allah rəhmət eləsin. Mənim həm müəllimim olub, Bəli, bəli. həm də magistraturada elmi rəhbərim olubdu. İndi orada bir dənə Azərbaycan dilinə Ziya Bünyadova və Vasif Məmmədəliyevə aid olan bir tərcüməni oxuyuram. Quran-Kərimin 78-ci surə olan Nəbə surəsinin 33-cü ayəsi. Tərcüməni verirəm. Deyir, sinələri yenicə qabarmış, dolmuş, tumurcaqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər həm yaşıd qızlar veriləcək. Cənnətdə. Yəni bunu, amma mənim tərcüməmdə odur ki, və kavaybən atrab sözündə nə orada sinə sözü var, nə qız sözü var. Heç bir aidiyyatı yoxdur buna. Orada innə lil muttaqinə məfəzə deyir. Müttəqilər üçün qurtuluş vardır. O zaman deyirəm, soruşuram, ərəb dilinin qrammatikasına görə müttəqilərin içində qızlar da varmı, xanımlar da varmı? Var. Varsa qızlara da qızlar mı veriləcək? Yəni bizim cənnət təsəvvürümüz budurmu? Üzr istəyirəm, başqa bir məsələlərə gəlir. Bir dəqiqə. Yəni indi Biri deyirsiniz tərcümə tərcümə olunmaz. səhvdir. Əlbəttə. Bəs orijinalda nə veriləcək Orijinalda deyilir? verilib kavaybən atrab nədir? Baxın, ərəb dilində bir ayəni tərcümə ediriksə, kontekstdən çıxaranmarıq. Orada gəlir innə lil muttaqinə məfəzə hədəygə və anəbə və kavaybə atrabə və kəsən dihaqə. Gəlir ki, müttəqilər üçün o, yəni təqvalı insanlar üçün deyir. Qurtuluş yeri var, hədəyik, bağlar var, ənayib, üzümlüklər var və kavaybə atrab qoyuram indi onu qıraq. Sonra deyir bir kasa ilə dolu məsələn içəcəklər var və kəsən dihaqədir. Bəs burada qadını necə çıxartdın? Kavaybən ətrabən orada əldə edilən həmin o torpaqlardan, üzümlərdən əldə edilən məhsulların bir-birinə oxşar olmasından bəhs olunur. Niyə? Çünki ətrab sözü başqa ayələrdə də keçir. Torpaqdan əldə edilir, turab sözü. Oradan gələn bir sözdür. Baxın, bu tərcümələri biz necə eləyək? Başqa bir tərcümə deyim icazənizlə. Deyir ki, orada ayənin tərcüməsində verib ki, əllərini, qollarını çarpaz kəsin deyir. Allah bu qədər zalimdirmi? Sonra Allah sanki bəddua eləyir ki, Əbu Ləhəbin əlləri qurulsun. Əbu Ləhəbin əllərini qurumaq üçün Allah bəddua mı eləyir? Yahudiləri lənətləyir bugünkü tərcümələrdə. Yahudilər niyə bir insan özü öz xalqından seçə bilmədiyi halda niyə lənətlənməlidir? Sonra deyir ki, oğurluq edənin əlini qolunu kəsin. Qardaş, Tanrı niyə əlini qolunu kəssin ki, bunun ailəsinə, digərlərinə də zülüm versin? Sonra deyirlər ki, zinanı edəni daşqalaq eləyən. Quranda daşqalaq da yoxdur, bunu hardan çıxarırsınız siz? Mən bugün bunlarla məşğulam ki, bugün bu Quran tərcüməsində elə bir bərbad vəziyyətdə insanlara təqdim eləyibdilər ki, biz həmin tərcümələr görə fətvalar çıxarıbdılar. Namaz qılmayan hökmü nədir? Öldürülməlidir. Oruç tutmayan hökmü nədir? Öldürülməlidir. Dinini dəyişən hökmü nədir? Öldürülməlidir. Dindən dönüb özünü ateist hesab edən hökmü nədir? Öldürülməlidir. Niyə? Bunu məzhəblər verir. Quranın heç birində yoxdur bunlar. Mən bunun üzərində araşdırmalar aparıram, Quranı yenidən tərcümə edirəm ki, ay millət, biz düzgünlü insanlara təqdim edəyik. Bir məsələ deyim, Elçin müəllim, burada fikirlər şaxələndi, mövzular. Bu Çox şaxələndi. bir mövzunu bir yekunlaşdıraq, bu Seyidli ilə bağlı bu fikri mən yekunlaşdırım. Ümumiyyətlə, yoldaş deyir ki, bu cürdür. İndi müxtəlif yanaşmalar var, müxtəlif Hətta fikirlər deyir, var. əli də öpülməlidir. Olsun, qəbul edək ki, o yoldaş qəbul edir, onun məzhəbinə, əqidəsinə görə Peyğəmbərlər də fərqlidir, biri birindən üstündür. Deyək ki, bu cürdür. Və Həzrəti bizim Peyğəmbərimizin də soyunun üstün tutulmasından söhbət gedib və onun dediyi kimidir, o qürbət ayəsi də o mənadadır ki, mənim xüsusi soy kökümü üstün tutun. Mirzəfər Bağırov da seyiddir, onun da qəbrinə bir pil düzəldək. Buna mən qarışmıram, bu öz yerində. Amma burada nə ortaya çıxır? Bu seyidlərə münasibət necə olmalıdır? Yaxşı, bu indi bir əqidədir, bu bir inamdır, müxtəlif insanlar bunu qəbul ediblər. Onu bütləşdirmək olmaz və təhqir də etmək olmaz. Hörmətsiz də yanaşmaq olmaz. Olmaz. İslam dinində pir yox. Hə, İrşad Miri. Onda bu insanlar bugün mənim özümü ittiham edirlər. Yəni ki, mənə qarşı çıxırlar və təhqir və edirlər. Sizin piriniz var, ocağınız piriniz. Biz elə şeylərə Mən bir qarşı. şey deyim, Elçin müəllim. Amma olubdumu nəslinizin ocağı? Babamın qardaşı ilə bağlı elə bir olduğu qeyd olunur, ancaq İndi hanı o? durmur artıq. Pul gətirmir də, gəlir. Elşad müəllim əvvəldə qeyd elədi, bu demək ocaqlarla bağlı, ümumiyyətlə bunun hardan yaranması ilə bağlı. Bu məsələ, bilirsinizmi, bu İslam gələn coğrafiyada, həmin ərəfələrdə
ümumiyyətlə ərəblər arasında da belə şeylər mötəbər olmayıb. Yəni Həzrət İndi varmı ərəblərdə seyid? yoxdur. Yəni bundan Çox maraqlıdır ki, bəli, ərəblər peyğəmbərin nəslindən çıxanların yanında ərəblərdə seyidlik yoxdur, amma Ərəbistandan kənarda hər yerdə var. Bicidir, gəl onu, niyə yoxdur orada bəs? İndi onu deyirəm də, yəni peyğəmbərdən əvvəlki peyğəmbərlərin dövründə də belə bir ənənə olmayıb. Hətta Həzrət Məhəmməd sallallahu İnanı əleyhi bildik, amma indi niyə mən yoxdur öləndən sonra seyidlik bizdə mənim var? qəbrimin üstünü əvvəlki peyğəmbərlərin ümməti kimi məzargaha çevirməyin, səcdəgaha və günbəzlər tikib məsciddə çevirməyin. Bunu peyğəmbər 4 barmaqdan artıq qaldırmayın. Bunu özü üçün deyir. Deməli burada məsələ nədən ibarətdir? Sonradan məlumdur ki, İslam dini, Sasani imperiyası məğlub oldu, Roma, Bizans çökdü və s. Bu deməli daxil oldu İslama bunlar. Və bu Sasanilərin uzun müddətlik dövlətçilik ideologiyaları var. Heç kim onu inkar Və eləmir. bunlar nə edilər? Bunlar şahları ilahiləşdirirdilər. Bunların özlərinə məxsus xüsusi bir şahları, həm də bir ilahi sifət vermişdilər onlara. Və bunu İslamın içində axtarmağa başladılar. Gördülər, İslamı yıxmaq mümkün deyil. Çindən bunlar şubiyyə təşkilatı yaratdılar və bunun üçün də işələdilər, tapdılar ki, Həzrət Peyğəmbərin iki nəvəsini Həsən və Hüseyn. Bunu da gördülər ki, yox, Həsən də alınmadı, bu xilafəti verdi o birisinə və salam. Bu xətti seçdilər ki, Həzrət Hüseynin də həyat yoldaşı Fars qızıdır, qutardı getdi. Bununla bunlar başladılar bunu ilahiləşdirməyə, hətta bu günbəzlər tikməyə, bütün də seyid olan da, olmayan da hərəsinin üstündə bir günbəz tikildi, başladılar bunu ilahiləşdirməyə. Amma həqiqi seyidlər var. Bir də gözü istəyirəm, bu fikrimi tamamlayım. Həqiqi seyidlər var ki, bunların məzarlarını da ziyarət eləmək olar. Onlar üçün xeyir dua da demək olar. Onların xeyir dualarını da almaq olar. İnsandır da şəcərəsi gedib Həzrət Peyğəmbərə çıxır. Buna hörmət eləmək lazımdır da. İnsanlar 6-7 nəsil əvvəlini tanımırlar. Təbii ki, indi bu tibbi, bioloji cəhətdən də 7 nəsildən o tərəfə bu nəsil itir də. Bu bilirsiniz ki, bu da indi qarışır başqa millətlər. Mən bayaqdan düşünürəm, niyə ərəblərdə yoxdur? Yoxdur da bu ərəb. İndi bu deyəcək ki, ərəblər o istismarçı olub, bu vaxt Əhl-i Beytə zülm eləyiblər, onları göndərdilər bura. Bu başqa mövzudur bunlar. Axı onların özlərinin içində də o seyidlər, elə öz içində özləri istifadə edirlər. Baxın, mən sizə bir şey deyim də, bu kitabımı məsələn Azərbaycanda Dini Komitə qadağan edib. Bu Türkiyədə çap olunub, Azərbaycanda yasaklanan kitab və 4-cü nəşridir. Buradakı mövzulardan biri İslamda seyidlik yoxdur. Seyidlik. Bununla bağlı məhkəmənin tarixini bildirmədiyim halda bir də gördük seyidlər gəldilər. Və seyidlərin o məhkəmə anında, yəqin çəkilişi də var, elədikləri təhqiramiz hərəkətləri axırda polis içəri girib onları çıxartdılar. Və biz orada hakimə dedik ki, baxın, bizim İslamda yoxdur dediyimiz bu seyidlik anlayışı bax budur. Elşad müəllim, mən sizin o fikrinə razı Fazil müəllim, bürclər məsələsi və yeni gələn inançlar, bunlar batildirmi və dinimizə nə qədər ziyan vurur? Biraz da bundan danışaq. Biz ciddi şəkildə kənar düşmənləri, kənar qüvvələri qoyub özümüz öz işimizi düşmən axtarmayaq. Baxın, əvvəla bu məsələ bilirsiniz, bir qədər ədalətli getmir fikirləşirəm. Yəni ki, az vaxt verilir mənim danışmağıma. Çünki iradların çoxu mənə qarşıdır o mənada. Birincisi budur ki, Sizə neçə dəqiqə vaxt lazımdır iradlara cavab vermək üçün? 2 dəqiqə kifayət edir. 3 dəqiqə sizə vaxt verin. Buyurun, cavab verin. Haqqınızdır. Baxın, seyidlik adlı anlayış yoxdur deyən adam göz qabağında olan şeyə yoxdur demiş kimi çıxır. Yəni hal-hazırda görürük ki, seyidlər var və onlara hörmət var. Yəni bu yoxdur deməklə o yoxa çıxan deyil heç vaxt. Bax bu sözün özü metodik olaraq səhvdir. Yəni yoxdur demək o demək ki, yox edib birdən-birə kimsə çıxartdı ortaya. Axı var. 1400 ildir bu var və indi də var. Var olması göz qabağındadır. Siz yox deyirsiniz, amma yox olması göz qabağında deyil. Həqiqətən var. Bu bir. İkincisi, Tural bəy bildirdi, ilahiləşdirmək. Heç kim seyidləri ilahiləşdirmir. Və ilahiləşdirən də artıq o, deyək, heykəl qoyan var, təhsilli bir insan deyil. İndi elə də haqsız danışmaq olmaz axı bə. Təvaf eləyirlər Kəbə kimi, nə danışırsan sən? Yox. Bir şəxsi birləşdirməsi... Obyektiv danışaq da, gəlin həqiqəti olanları deyək. Həqiqəti olanları deyək, amma İslam, məsələn belə deyək də, seyidliyi təbliğ eləyən insanlar heç vaxt onu ilahiləşdirmir, təhsilli insanlar. Biz deyirik ki, onlara hörmət, bu təkcə bizdə deyil. Baxın, kral ailəsi var. Varmı seyidliyə necə münasibət olmalıqla bağlı, Peyğəmbərin, imamların? Bu kral ailəsidir, onların nəslinə bir hörmət, yəni bu təmiz qandır, təmiz nəsildir deyə bir hörmət var. Bu başqa kral ailələrində də var və müsəlmanlar da öz kralı... Peyğəmbər kral deyil, siz qatıb qarışdırdınız. Kral hara, Peyğəmbər hara, əzizim, bu başqa şeydir. Bunları gəl bir dərsiz salmaq. Siz icazə verin ki, mən fikirlərimi tamamilə çatdırım. Yəni bu cür olmur, debat bu cür getmir. Vaxt verilir, o vaxtda mən cəfəncəf belə danışsam, siz geri sözümü kəsməyəsiniz. Buyurun. Baxın, deməli, başqa ölkələrdə də
xüsusi nəsillərə xüsusi hörmət var və müsəlmanlar arasında Peyğəmbər nəslə bir hörmətdir, onu ilahiləşdirmək deyil. Və burada yalnız bu ola bilər ki, İlahi Rəbbim, onun hörmətinə, o Peyğəmbər nəslindən olub deyə, onun hörmətinə mənim tamam filan xəstəmə şəfa ver deyə dua eləmək olar. Amma gedib onun özünə demək ki, məsələn, gəl mənə şəfa ver, məsələn, oğlumu evləndir filan. Əlbəttə biz bəzi məsələləri bu barədə onsuz maarifləndirmə işi aparırdıq. Ərəbistanda niyə görə deyir Seyid yoxdur? Ümumiyyətlə ərəblər, indiyə qədər olan ərəblər tamamilə 12 imam olub Peyğəmbərdən sonra Peyğəmbərin tapşırdığı bütün kitablarda gəlibdir. Mən kitabların adına kimi, səhifəsinə kimi saya bilərəm yeri gəlsə. Bu 12 imamdan Quranda varmı? 11-i qətlə yetirildi. Bax, əlbəttə var. Quranda 12 imam var. 11-i qətlə yetirildi. İzah verərəm mən. İzah verərəm, varsa deyin ki, filan var, filan ayədədir və salam. İmamlar Quranın bitməsindən sonra gəlibdilər, ortaya çıxıbdılar. Bilmədən necə danışırsınız? Quran-ı Kərimdə orucu pozan şeylər də yoxdur. Orucu pozan şeylər var. Quran-ı Kərimdə Bəqərə surəsinin 183-cü, 187-ci ayələrində var. Bilmədən, ona görə deyirəm ki, mən necə debata çıxım ki, Quranda olan ayələrdə xəbəri yoxdur qardaşımız. İrşad estiqerit orucu pozulur, Quranda var. Qardaş, əgər ağza girirsə pozmur sizcə? Tüstüsü girirsə, özü girirsə pozmur sizcə? Yəni, dediyiniz çox absurd bir şeydir. O zaman narkotika pozurmu, pozmurmu? Maşın tozu pozur. Vallahi Quran-ı Kərimdə dedim 12 imam varmı deyirsiniz var. Deyirəm bircə dənə ayədə zəhmət olmasa göstərin. Xahiş edirəm. Baxın, ayə Peyğəmbərin haqqında olan ayədir. Ətiyullah, ətiyur Rəsul. Allaha itaət edin və Peyğəmbərə itaət edin. Peyğəmbərə demir orada. Ətiyur Rəsul elçiyə itaət edin. Nəbi sözü ərəb dilində Peyğəmbər deməkdir. Rəsul sözü elçi deməkdir. Fərqini bilmiriksə xahiş edirəm qarışdırmayaq. Elçiyə itaət edin kimi nəzərdə tutulur? Elçiyə itaət edilən kim deyil orada. Elçi birinci ərəb dilində Rəsul. Gedin müfrədata baxın, lisanul ərəbə baxın. Birinci növbədə Rəsul gələndə elçi vasitəsilə gələn sözdür birinci növbədə. Söz. Çünki bugün elçi yoxdur, amma o söz, Quran mövcuddur əlimizdə. İndi Quran-ı Kərimdə varmı 12 imam? Bir dənə xahiş edirəm, bircə dənə ayə gətirin. Siz dediyiniz cümlələrə bir ayə gətirirəm. Deyin bir dənə zəhmət olmasın. Mən dedim, Quranda olmayan məsələlər var ki, Quran-ı Kərim ona işarə edibdir. Biri budur ki, Peyğəmbərin sözünə tabi olun. Peyğəmbər də Quran-ı Kərimdən başqa dediyi hədislər Quran qədər etibarlıdır. Əgər siz bunu qəbul eləmirsinizsə, onda Quranın izahlarını qəbul eləmiş olursunuz. Qardaş, Quran qədər etibarlı olduğunu dediyiniz hədis, məsələn, Buxaridir və Buxarinin özü Peyğəmbərdən minimum 200 il sonra yaşayıb və Buxariyə istinad edilən kitabın özü də Buxarinin ölümündən 470 il sonra Əl-Cunini tərəfindən qələmə alınıb. Etməyin. Müəllim, bu cür getmirdi. Bax, yəni mən tamamlamadım. Siz etməyin. Yəni siz yanlış. Yəni etməyin deməkdə, yəni demək istəyirəm ki, bilmədiyinizi danışmayın, xahiş eləyirəm. Biraz cəhd edin araşdırmağa bunları. Vaxt ayırın. Debat istəyirdi də. Yox. Kifayət qədər bu barədə məlumatlıyam. Hiss olunur, bəli. Düzgün aparılır. Yəni imkan da mən öz fikirlərimi tamamilə çatdırıb. Mən bayaqdan bildirmək lazımdır. Deməli, Ərəblər. Qardaş, ərəbi qoyaq. 12 imam var Quranda ya yox. Bir dənə bunu zəhmət olmasa deyin də. Dediniz var. Mən də deyirəm ayə göstərin ki 12 imam Quranda deyilir. Mən də deyirəm ki 12 imam qardaş Həsən də, Hüseyn də və onun nəslindən gələnlərin hamısı Quranın tamamlanmasından sonra doğulubdur. Düzdürmü? Çünki Hüseyn öləndə artıq Quran tamamlanmışdı. Onun nəslindən gələnlər Quranda necə ola bilər? Bunu necə iddia eləyə bilərsiniz axı? Yəni burada Allahın dediyi insana bir ağıl var, məntiq var, şuur var. Elçin bəy özünü dolaşdırdı. Mən ona görə bu sualı verəm ki, sübut edib özünü dolaşdırdı. Quran-ı Kərim buyurur ki, haram aylar bitdikdən sonra müşriklərlə vuruşun. O haram ayları Quranda mənə göstərsin. İcazə versiniz haram ayları göstərin. Təəssüf, çox təəssüf. Mən bax burada bu polemikanı saxlamağa məcburam. Siz üçünüz də mən sizin elminizə, təhsilinizə həmişə hörmət eləmişəm və bugün də hörmətim var, davam da eləyəcək. Üçünüzlə də mənim həm şəxsi münasibətlərim var, həm yazılarınızı, araşdırmalarınızı, çıxışlarınızı dərindən izləyirəm. Amma məni təəssüfləndirən dost, mən bunu dost kimi deyirəm üçünüzə də, veriliş aparıcısı kimi demirəm. Biz bugün bir çox şeylərdən müqavimət göstərib, dəyərlərimizi qorumalı olduğumuz halda öz daxilimizdə bax bu mübahisələrlə özümüzü silahsız və gücsüz onlara tabi edəyik. İnanın ki, baxın, demokratiya adı ilə, liberalizm adı ilə, müasirlik adı ilə, hətta ağıllı cihazlar adı ilə bizə təlqin olunan, indi batil mi deyək, səhv mi deyək, hər halda bizim olmayan ziyan nə verəcək hələ onun sonraki işdir. İnançlar bizdən
çox silahlıdır, xəbəriniz var. Çünki bizim başımız bax bu işlərə qarışıb. Mən demirəm bu xırda işlərdir, amma hər halda o böyük gücün qabağında, o ki bizim gənclərimizi əlimizdən alır, gənclərimizin beynini yuyur və gənclərimizi bizə qarşı çevirir. Onlara qarşı müqavimət göstərəcək işlərimizi buraxıb da bu məsələləri müzakirə edirik. Mən istəməzdim müzakirə bu yöndə getsin. Ona görə də xahiş edirəm, bu müzakirənin davamı olsun. Hər üçünüzdən xahiş edirəm, gələsiz və biz qoymalı olduğumuz məsələni müzakirə edirik. Amma hər halda bugün də çox faydalı bir müzakirəmiz olduğu mənada ki, ən azından biz müəyyən informasiyaları eşitdik, aldıq və mən də çalışdım maksimum hamıya eyni qaydada vaxt tanıyım. Amma davamı olacağını və müzakirəmizi aparacağımızı söz verirəm. Görüşərik.